Herkese salamlar. Bugün DİMdə yüksək bal necə əldə etmək olar, necə toplamaq olar, onun haqqında danışacağıq. Gəlin başlayaq. İlk öncə dinləmə başlamazdan əvvəl, yəni bizə audio səslənməzdən əvvəl bütün sualları gözdən keçirməliyik. Bizə vaxt verir 5 dəqiqə. Bu vaxtı həqiqətən də dəyərləndirin. Bütün sualları diqqətlə oxuyun. Vaxtınızı tam-tamına sualları oxumağa xərcləyin. Çünki sualları tanımadan bilməyəcəksiniz ki, sizə oradan hansı məlumatlar lazımdır. Biz dinləmədəki bütün məlumatları yadda saxlamağımız imkansızdır. Ona görə də əlimizdə olan suallarla çox qəşəng tanış olmalıyıq. Növbəti ikinci, açar sözləri qeyd edin. Biz dinləməni oxumazdan əvvəl baxırıq da əlimizdə bir vərəq kitabçamızda suallar olur. Biz suallara baxanda bax tarixləri, gün deyirsə günü, pulu, yəni dəqiq rəqəmləri, sözləri, şəxs adlarını, məkan, bunları xüsusilə qeyd edirsiniz. Məsələn, cavablarda deyə bilər ki, 1985-ci ildə məsələn Türkiyəyə köçmüşdü. Siz onu işarə eləməlisiniz ki, dinləmədə həmin hissəyə çatanda fikir verəsiniz ki, hə 85-də orada köçmüşdümü yoxsa köçməmişdimi? Bəlkə 1985-ci ildə köçməmişdi, məktəbə daxil olmuşdu, nəsə bir şeydir. Yəni o tarixi dəqiq bilməliyik ona görə mütləq xüsusi qeydləri, xüsusi açar sözlərini mütləq işarə eləyin. Dairəyə alın, altından xətt çəkin, sizə necə rahatdırsa, amma gözünüzə dəysin ki, siz onu dinləmədə diqqətlə dinləyə biləsiniz. Növbəti üçüncü. Yadınızda olsun, biz həmişə paraphrasing bizim işimizə çox yarayır. Sinonim, antonimlər çox yarayır. Biz dinləmədə ola bilsin ki, eşidirik məsələn almaq sözünü. Buy sözünü eşidirik dinləmədən. Amma əlimizdəki kitabçada buy deyil də purchase yazılıb. Bu da almaqdır axı. Və yaxud da cheap, antonim olaraq inkarla verib expensive verib və ya inexpensive verib. Yəni dinləmədə tək düşünməyin ki, mən oradan baxıb dinlədiyimi, eşitdiyimi orada tapsam bitdi işim. Xeyr. Sizə onun sinoniminin, antonimlə də dəyişik verə bilər. Ona görə də lüğət ehtiyatınızı artırmalısınız. Ki biz testlərdə, biz dinləmələrdə, readinglərdə sinonim, antonimlərlə də işləyib nəticəni əldə edə bilək. Növbəti isə ilk eşitdiyiniz cavabı heç vaxt tələsməyin. Məsələn, deyir ki, o həmişə 5-ci günlər istirahətə gedərdi, deyir. Sonra da ardıca da siz 5-ci gün eşidirsiniz, tez dairə eləyirsiniz. Amma ardıca da deyir ki, yox, amma bugün başqa bir tarixdə getdi. Başqa bir, nə bilim, tutaq ki, amma bu həftə 1-ci gün getdi, bazar ertəsi getdi. Ona görə də tam dinləməni axıra qədər eləyin. Dəqiq o tarixi işarə eləyin. Ona görə bayaq da qeyd olundu ki, 3-cü maddəmiz nə idi? Qeydlər aparın mütləq. Niyə? Çünki dəqiq baxın görün, o şeyi 5-ci gün mü eləmişdi, cümə gün mü eləmişdi, bazar ertəsi mi eləmişdi, onu dəqiqləşdirin həmişə. Və yaxud da tarixi, saatı, hər gün məktəbə gedir, amma bugün xəstələndiyi üçün getmədi deyir. Ona görə baxın ki, həqiqətənmi bu gün o hadisə baş vermişdimi? Tarixləri, günləri dəqiq-dəqiq izləməliyik. Yəni bir də tam dinləməni bitirməliyik ki, cavab ola bilsin ki, ən sonuncu cümlədə, ən sonuncu hissədə verirlər dəqiq məlumat. Ona görə dinləməni dəqiq dinləyirik. Eşitdiyimiz ilk məlumatı dairələyib kənara çəkilmirik. Növbəti isə diqqəti yayındıran məlumatlara aldanma. Bu nə deməkdir? Ola bilsin ki, biz birinci eşitdiyimiz məlumat, məsələn belə bir nümunə yazmışıq ki, the meeting is at 10 a.m. Amma sonra mətn ardıca da deyir ki, yox, bağışlayın, səhv bilmişəm, mən saat 2-də demək istəyirdim. Səhv əsasında demək iclasının vaxtı neçəymiş? 2 imiş. Siz saat 10 eşidib dairə eləyirsiniz və nəticədə səhv olur. Deyirsiniz, çox dinləmədə demişdi. Tamam da dinləmədə demişdi. Amma dinləmədə də o sadəcə bizim fikrimizi yayındırmaq üçün olan bir hissə idi. Amma doğru cavabı yenə sonda verib. Deməli ki, diqqət yayındıran məlumatlara aldanmırıq və dinləməni sona qədər dinləyirik. Bütün sözləri başa düşməyə çalışmayın. Nə deməkdir? Biz mətni tam olaraq anlamaya bilərik. Ola bilsin ki, biz hansısa sözü bilməliyik, anlamarıq, tuta bilməliyik və yaxud izləyəndə diqqətimizdən yayınar, amma mövzunu bilirik ki, mövzu nədən danışırdı. Mənanı tam başa düşmüşük. Ona görə də mənanı tam başa düşdüyümüzə görə də biz ardıcıllığı, hər bir şeyi tam izləyə bilirik. Rəqəm və tarixləri diqqətlə dinləyin. Əslində bayaq da demişdik ki, o dairəliyin. Bundan əlavə ingiliscə bilirsiniz də, bəzi sözlərin tələffüzündə t, rəqəmlərdən çox çaşdırıcılıq olur bu. Onlara fikir verin ki, t mi dedi, tin mi dedi? Və yaxud da ayın tarixini deyəndə t deməz də, yəni 50 deyə bir ayın tarixi yoxdur, 40 deyə bir ayın tarixi yoxdur, deməli 15 imiş, 14 imiş. Bunları da deyən, biraz da məntiqlə də yanaşmağa çalışın məsələyə ki, tam olaraq, detallı olaraq hər şeyi izləyə biləsiniz. Bir də bəzən deyirlər qarışdırırıq da, diqqətlə dinlədikdə, çox diqqətlə dinlədikdə, həqiqətən də bunu çox rahatlıqla da ayıra bilirsiniz. Əgər dinləmədə də probleminiz varsa, tək dimin dinləmələrini, tək dərs zamanı dinləyib kənara qoymayın. Təkrar eyni tipli dinləmələri və yaxud da elə eyni həmin dinləmənin özünə dəfələrlə qulaq asın ki, qulağınız həmin sözlərə aşina olsun.
Cavabı eşidən kimi qeyd et. Bu nə deməkdir? Bayaq biz deyirdik ya, tələsməyin cavabı yazmağa. Amma bir qaralamamız olur da, yəni bir qeydimiz olur özümüzün ki, yəni bu ola bilər, amma yanına bir sual qoyun tez ki, və bu ola bilər. Hələ ki bunu eşitdim. Çünki insanlıqda unuda bilərik. Tembol imtahan həyəcanı ilə. Bu normal haldır bizim bunu unutmağımız. Kitabçada cavab kartında qətiyyən işarə eləməyin birbaşa eşitdiyinizi. Əlinizdə olan kitabçada qeyd götürün ki, bu cavab ola bilər. Çünki biz onu unuda bilərik də. Sadəcə olaraq bunu dinləmə bir də qoşanda diqqətlə həmin hissələrə hansına ki sual qoymuşdunuz, onları bir də gözdən keçirin. İndi isə 9-cu hissəyə baxırıq. Əgər bir sual qaçırmısınızsa, növbəti suala keçin. Yəni bir dənə suala siz əgər oturub fikirləşəsi olsa, saatlarınızı, vaxtınızı xərcləyəcəksiniz. Yəni bir neçə dəqiqəniz belə sizin orada qiymətlidir də, saniyəniz belə qiymətlidir. O sualı ötürmüsünüzsə, keçin, digər variantı işarələyin, onu sual qoyun, saxlayın. Dinləmənin növbəti səfər qulaq asanda onu düzəltməyə çalışın. Çünki bizdə daha çox sual yazıb çatdırmağımız önəmli olduğu üçün ona itirdiyin vaxtı digər suallara xərclə və biz həmişə nəyə fikir veririk? Bütün variantları diqqətlə analiz edəndə bəzən suallar arasında bir-birinin arasında keçid olur. Bir sual digər suala əsasən daha məntiqli şəkildə cavablandırmaq mümkündür. Ona görə də tələsməyin. Ötürdüyünüz sual olanda ya ikinci dəfə dinləməyə şans verin ki, ikinci dəfə dinləyib yazacaqsınız və yaxud da digər testlərdən nəticə çıxararaq işləyə bilərsiniz. 10-cu hissəmiz. İndi isə düşünməyə çalışmaq. Nə deməkdir bu? Əgər siz dinlədiyinizi Azərbaycan dilinə tərcümə edib, sonra başa düşməyə çalışacaqsınızsa, bu sizin vaxtınız üçün itki olacaq. Amma dinlədiyinizi birbaşa başa düşsəz, birbaşa ilə dinləyə-dinləyə anlasaz, tərcümə eləmək yox, deyiləni anlasaz, cavabı daha tez tapacaqsınız. Ona görə də hər dəfə deyirik ki, mütləq şəkildə bütün variantlarla tanış olun. Dinlədiyinizi orada görməyə çalışın. Okey, mən bunu burada oxumuşdum, amma orada da eşitdim, deməli düzgün cavab buymuş. 11-ci bölməmiz isə müxtəlif aksentləri dinlə. Təbii ki, biz dinləməyə birbaşa imtahana girmədiyimiz üçün fərqli aksentləri mütləq dinləyin. Qulağınız daha çox sözə, daha çox aksentə alışır. İndi isə növbəti mərhələ, 12-ci mərhələmiz qısa qeydlər apar. Yəni, dinləyirik, tarix dedi. Tez ayın tarixini yazırıq. Məsələn, tutaq ki, hər hansı bir təlimin başlanmasından danışır və yaxud hər hansı bir tikili haqqında məlumat verir və onun belə deyək də, neçənci ildə açılıb və neçənci ildə bağlandığını və yaxud da hər hansı bir muzey haqqında orada giriş-çıxış saatlarını qeyd edir. Birbaşa başlama və bitmə saatını kənarda qeyd edin. Və yaxud da əgər variantlarda onu tapıb, yəni yerini rahat bilirsinizsə, tez dairələyin ki, bunun başlama zamanı idi, bu bitmə zamanı idi. Çünki bizdə orada true false məsələsi də var axı. Orada bir neçə sual daha orada qarşımıza çıxır və detallar lazım olur bizə, hərdə xırdalıqlar lazım olur. Orada bizim çox işimizə yarayacaq bu məqamlarda. Dediyimiz kimi tarixdir, vaxtdır, məkandır, şəxs adlarıdır və ümumiyyətlə mövzunun özü nədən getdiyi bizim üçün çox vacib məqamlardan biridir. Bunları qeyd eləməyiniz, dediyim kimi sizin üçün daha rahat olacaq və vaxt itkisinə səbəb olmayacaq. Diqqətiniz tamamilə dinləmədə olacaq. Növbəti mərhələmiz 13-cü mərhələmizdir. Səhvlərimizi analiz edirik. Səhvlərin analiz edilməsi artıq biz imtahanda deyil də evdə çalışdığımız zamanlara aiddir təbii ki bu. Biz evdə test yazdınız, mən hər dəfə öz şagirdlərimə də deyirəm, buradan sizə də səslənirəm. Evdə dinləməni elədiniz və yaxud müəllimin yanında hazırlıqda dinləmə elədiniz və siz bilirsiniz ki, bu dinləməni edəndə sizin nə qüsurlarınız var idi. Bir şeyi bir dəfə eləyib onsuz ki, hər şeyi mükəmməl əldə eləmirsiniz. Gedin təzədən dinləyin, təzədən QR kodları var. Təzədən dinləyin, təzədən işləyin, kitabın üzərində yazmamağa çalışın ki, evdə də təkrar analiz edə biləsiniz. Vaxtınızı nə qədər çox ayıracaqsınızsa, o qədər də effektli nəticə alacaqsınız. Yəni mütləq oxuduğunuz, dinlədiyiniz, tək dinləmək üçün demirəm də, bunu ümumi deyirəm. Təzədən gedib işləyin. Səhvlərinizin üstünə bir də qayıdın, bir də analiz edin. Nə qədər analiz etmə bacarığınız yüksələcəksə, nəticəniz də o qədər yüksələcək. Mən bu cavabı yazmışdım. Deməli bu məqama diqqət eləməmişəm. Məsələn deyirəm də, açılış saatını, mən saatin açılış saatını tutaq ki, 9-da deyirmiş. Sonradan deyir ki, həftə sonları beləymiş. Deməli ki, dəyişkən imiş bunun açılış saatları. Yəni mən o məqamı qaçırmışam. Hər bir detal analiz etdikdə analiz etmə qabiliyyəti çox önəmli bir şeydir. Hər bir məqam üçün önəmlidir bu arada. Və sonuncu, hər gün ən azı 10-15 dəqiqə məşq edin. Dediyim kimi, siz hazırlıqda yazdığınız testləri qayıdıb evdə işləsəniz belə, bu sizin üçün wow bir nəticədir. Dinləmədə və yaxud da ki, evdə əlavə dinləyin. Məktəbdə, hazırlıqda mı, məktəbdə mi, hardasa dinləməmisiniz o bölmələri. Qaydın bir də dinləyin. Sinif testləri var, oradakı dinləmələri də eləyin. Hazırlıqda topludan işləyirsiniz, əla. Evdə də özünüz əlavə o dinləməni işləyin. Məncə heç bir müəllimə etiraz eləməz. Dinlədiyiniz mətni müəllimlə müzakirə eləmək istəsəz və yaxud da müəllimdən məsləhət almaq istəsəz, kömək almaq istəsəz, məncə heç bir müəllim buna etiraz eləməz. Sizə köməklik eləyər. Cavablarında niyə səhv yazdığınızı analiz eləməyə, əslində dinləmədə nə deyirmiş, başa düşmədiyiniz məqamı izah eləməyə məncə heç bir müəllimə etiraz eləməz. Çünki bütün müəllimlərin hamımızın məqsədi sizin uğurlu nəticə almağınızdır. Hər gün 10-15 dəqiqə artıq böyük bir vaxt nəticə olaraq hər gün o qədər vaxt eləyəndə, vaxt ayırdıqda sonda böyük bir zaman ayırmış olacaqsınız və bu da sizin möhtəşəm bir nəticələr əldə eləməyinizə səbəb olacaq.
Nümunələrə üstünlük verin. DİM formatında işləyin. Ona görə mən hər dəfə deyirəm ki, DİM-in nəşrləri, DİM tipli testlər, nə sadəsi, nə çətini və çətinlə yenə okeyəm də, sadəsini çox da mən tərəfdarı deyiləm. Çox bəsit şeylərə öyrəşəndə adam özünü üçün bir nəticə almışam kimi hiss eləyir. Və elə bilir ki, hər şey mükəmməldir, imtahanda gedir, bir şok yaşayır. DİM-in öz nəşrlərindən işləsəz daha yaxşı olar. Sinif testləri də buna daxildir. 10-11-in dinləmə mətnlərini falan işləsəz qəşəng nəticə əldə edərsiniz. Və sonda sizə təşəkkür edirəm dinlədiyiniz üçün. Kanala abunə olun, izləyin, öyrənin. Etirazlarınızı nə istəsəniz yaza bilərsiniz. Şərhlərdə gözləyirəm. Bəlkə sizin də köməkliyiniz ola bilər. Hər hansı bir ipuçları sizin üçün faydalı olsa onu da qeyd edə bilərsiniz. Hər hansı bir kömək lazımdırsa onu da qeyd edə bilərsiniz. Uğurlar hər birinizə.